Salam, təsəvvür edin ki, təhsilə milyardlarla vəsait xərclənir, amma ortada real bir nəticə yoxdur. Bugünkü izahlı təqdimatımızda biz tədqiqatçı İlham Əhmədovun diqqət çəkdiyi çox maraqlı və bir o qədər də kəskin bir məsələni, təhsildə resurs və keyfiyyət paradoksunu birlikdə incələyəcəyik. Gəlin dərhal mətləbə keçək və görək problem əslində haradadır. Rəqəmə diqqət yetirin, 5 milyard manat. Bəli, bu, dövlətin son illərdə təhsilə ayırdığı illik büdcədir. Dəhşətli dərəcədə böyük məbləğdir, elə deyilmi? Bu qədər vəsaiti görəndə adam avtomatik fikirləşir ki, yəqin məktəblərimizdən, universitetlərimizdən dünya səviyyəli kadrlar çıxmalıdır. Biz təbii olaraq gözləyirik ki, belə nəhəng sərmayə təhsilimizi ən yüksək standartlara çatdıracaq. Amma gəlin görək, reallıq necədir? Bax, elə əsl paradoks da burada başlayır. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, məktəb proqramlarının mənimsənilmə səviyyəsi nə qədər olsa yaxşıdır, cəmi 40%. İnanılmazdır, düzdür? Bir tərəfdə ildə 5 milyard manatlıq xərc, digər tərəfdə isə şagirdlərin onlara keçilən proqramın heç yarısını belə mənimsəyə bilməməsi. Bəs bu qədər pul hara gedir? Niyə bu vəsait bizim övladlarımızın bilik səviyyəsinin artmasına çevrilmir? Təhlil edilən mənbədə başqa bir şok fakt da var. Universitetə qəbul imtahanlarındakı o məşhur 150 ballıq nəticələr. Bugün cəmiyyətdə təhsilin yekun göstəricisi kimi tez-tez bu rəqəm hallanır. Bəs bu bizə nə deyir? Çox sadə bir şeyi. Büdcəni sadəcə artırmaqla keyfiyyət öz-özünə artmır. Yəni, sistemi yalnız pulla doldurmaqla oradan avtomatik savadlı mütəxəssislər çıxmayacaq. Ortada çox ciddi bir struktur və idarə etmə boşluğu var. Bilirsiniz, iqtisadiyyatda belə bir qayda var. Əgər mövcud resurs nəticə vermirsə, onu artırmaqda heç nəyi dəyişməyəcək. Təhsil büdcəsinin artması adətən 3 şeylə nəticələnə bilər. Ya müəllim kapitalı və tədrisin keyfiyyəti artır ki, biz məhz bunu istəyirik, ya sadəcə köhnə sistem bir təhər ayaqda saxlanılır, ya da ən pisi və təəssüf ki, mənbədə qeyd olunduğu kimi bizim düşdüyümüz vəziyyət yaranır, böyük pullar sadəcə binaların təmirinə, avadanlıqların alınmasına xərclənir, amma ortada heç bir pedaqoji nəticə olmur. Bəs niyə belədir? İndi gəlin təhsil fəlsəfəsindəki çox önəmli bir detala baxaq. Mən dərsi keçdim fəlsəfəsi ilə öyrənmə baş verdi. Reallığı tamamilə fərqli şeylərdir. Bizdə adətən necə olur? Müəllim sinfə girir, dərsi danışır, jurnala qeyd edir və vəssalam. İş bitdi. Amma müasir yanaşma belə deyil axı. Əsas sual budur. Şagird həqiqətən nə isə öyrəndimi? Yəni, mən dərsi keçdim demək, hələ şagird öyrəndi demək deyil. Sistem məhz bu reallığın üzərində qurulmalıdır. Yenidən qaydaq o 150 bal məsələsinə, müəllif burada çox düzgün bir nöqtəyə vurur. Bu qədər uşağın aşağı bal toplamasını sadəcə uşaqlar tənbəldir deyib, valideynlərin üstünə atmaqla iş bitmir. Xeyr, bu əslində sistemli bir uğursuzluğun göstəricisidir. Biz özümüzə bu uşaq niyə belə zəifdir yox, niyə qurduğumuz bu nəhəng sistem 11 il ərzində normal bir öyrənmə nəticəsi verə bilmir sualını verməliyik. Problemi fərddə yox, idarə etmə modelində axtarmağın vaxtıdır. Yaxşı, deyəcəksiniz, bəs bu milyardlar hara xərclənir? Gəlin, rəqəmsallaşma kimi çox populyar bir mövzuya baxaq. 300 milyon manat. Təhlilə görə, son illərdə məktəblərə kompüter, Steam avadanlıqları və s. almaq üçün təxminən bu qədər vəsait xərclənib. Kağız üzərində baxanda möhtəşəm səslənir, hə? Məktəblərə 150 min yeni kompüter verilib. Super! Amma gəlin məsələnin pərdə arxasına baxaq. Müəllif burada çox sərt, amma tam yerində bir sual verir. Yaxşı, bu avadanlıqlar alındı, bəs təhsilin hansı real problemi həll olundu? Baxın, bu sual bütün o illüziyaları darmadağın edir. Çünki texnologiyanı pulla almaq işin ən asan tərəfidir. Əsas məsələ odur ki, o cihazlarla şagirdin beynində hansı dəyişikliyi etdik. Əgər təhsilin keyfiyyəti dəyişmirsə, biz sadəcə məktəbləri bahalı kompüter anbarına çevirmişik. Vəssalam. Çünki əsl rəqəmsal transformasiya sadəcə gedib kompüter almaq deyil. Bu, 5 komponentin eyni anda işləməsidir. Milli rəqəmsal strategiya olmalıdır, müasir elektronlu kurikulum olmalıdır, o texnologiyanı tətbiq edə biləcək bacarıqlı müəllim olmalıdır, real vaxtda nəticələri ölçən analitik olmalıdır və nəhayət, hibrid təhsil imkanları yaradılmalıdır. Təsəvvür edin, milyonlar xərcləyib kompüter almısınız, amma müəllim onu ancaq proyektora qoşub, köhnə slaydları göstərmək üçün istifadə edir. Buna rəqəmsal transformasiya demək olar? Əlbəttə yox. Eyni vəziyyət o məşhur STEAM laboratoriyaları üçün də keçərlidir. Ola bilsin ki, məktəblərdə ən bahalı 3D printerlər, ən son model robot texnika dəstləri var. Amma o laboratoriyalar şagirddə problem həll etmə bacarığını, tənqidi düşüncəni və ya yaradıcılığı inkişaf etdirmirsə, onların zərrə qədər də pedaqoji dəyəri yoxdur. İçində yaradıcılıq olmayan o bahalı cihazlar sadəcə olaraq gözə kül üfürməkdir.
Bax məhz buna görə də təhlildə çox vacib bir çağırış edilir. Yanaşmamız kökündən dəyişməlidir. Biz artıq təhsilə nə qədər pul xərclədik sualını bir kənara qoymalıyıq. Pul xərcləmək hələ iş görmək demək deyil. Əvəzində nə soruşmalıyıq? Xərclədiyimiz hər bir manat şagirddə hansı real öyrənmə nəticəsini yaratdı? Bəli, biz büdcəyə sadəcə xərc kimi yox, ölçülə bilən pedaqoji nəticə kimi yanaşmalıyıq. Bəs bütün bunların fonunda əsas hədəfimiz nədir? Təbii ki, insan kapitalı. Xüsusilə də süni intellektin tuğyan etdiyi indiki dövrdə ölkəni rəqabətə davamlı edən neft və ya qaz deyil, yeni dövrün ən böyük sərvəti məhz yüksək bacarıqlı insandır. Təhsil sisteminin də əsas missiyası o yeraltı sərvətləri birbaşa intellektli, yaradıcı insan kapitalına çevirmək olmalıdır. Yəni məktəb binalarının sayı yox, o binalardakı düşünən beyinlərin keyfiyyəti önəmlidir. Məhz bu bacarıqlar indiki süni intellekt dövründə hava su kimi lazımdır. Niyə? Çünki süni intellekt onsuz da bizim yerimizə faktları əzbərləyir, məlumatları saniyələr içində tapır. Yəni quru əzbərçiliyin dövrü artıq bitdi. Bizim uşaqlara tam başqa şeylər lazımdır. Analitik düşüncə, mürəkkəb problemlərin həlli, yaradıcılıq, düzgün kommunikasiya və etik qərar vermə. Məktəblərimiz bunları öyrətməsə, uşaqlarımız gələcəyin əmək bazarında süni intellektin qarşısında sadəcə uduzacaqlar. Mənbədə uğur zənciri deyilən bir konsept var, gəlin ona baxaq. Proses necə getməlidir? Dövlət resurs ayırır, bu resurs tədris prosesinə yönəlir, proses isə real öyrənmə yaradır. Öyrənmə bacarığa, bacarıq isə insan kapitalına çevrilir. Sonda bu insan kapitalı innovasiya yaradır və ölkəyə iqtisadi dəyər qazandırır. Bəs yaxşı, zəncir harda qırılır? Əgər öyrənmə mərhələsi işləmirsə, şagird dərsi mənimsəmirsə, zəncirin əvvəlinə nə qədər milyardlar tökürsünüz tökün, heç bir xeyri yoxdur. Zəncir qırıqdırsa, su axmayacaq. Bəs çıxış yolu nədir? Müəllif çox konkret bir həll yolu təklif edir. Bizə yeni bir ictimai müqavilə lazımdır. Yəni, təhsil büdcəsinin hər bir istiqaməti üçün sərt və yalnız nəticəyə əsaslanan bir səmərəlilik göstəriciləri, yəni KPI sistemi tətbiq olunmalıdır. Bizi hesabatlardakı o, neçə məktəb tikildi, neçə müəllim kurs keçdi kimi rəqəmlər maraqlandırmamalıdır. Bizi maraqlandıran sual budur. Bu qədər pulun müqabilində şagirdin bacarığı neçə faiz artdı? Ancaq belə şəffaf mexanizmlərlə böyük büdcələrin kiçik nəticələrini gizlətməsinin qarşısını ala bilərik. Təbii ki, işin başqa bir tərəfi də var. Vəsaitlərin düzgün idarə olunması. Mənbədə Hesablama Palatasının rəsmi yoxlamalarına istinadən qeyd olunur ki, təhsil sistemində 100 milyonlarla manat vəsaitin mənimsənilməsi faktları aşkar edilib. Bu qədər böyük pulların havaya uçması elə məhz idarə etmənin zəifliyinin, nəzarətin olmamasının sübutudur. Təhsilə ayrılan hər bir manat qəpiyinə qədər ancaq və ancaq uşaqların inkişafı üçün təyinatı üzrə xərclənməlidir. Və sonda bu izahlı təqdimatımızı tamamlarkən mənbədən irəli gələn, çox düşündürücü və bəlkə də biraz acı bir sualı sizə ünvanlamaq istəyirəm. Əgər qonşu dövlətlər bizim təhsilə ayırdığımız bu milyardlarla cəmi bir il ərzində regionun ən güclü süni intellekt mərkəzini qura bilirlərsə, bəs bizim bu səmərəsiz idarə etməmizin, bu israfçılığımızın ölkəmizə vurduğu zərərin əsl bədəli nədir? İnanın ki, bu sadəcə itirilmiş pullar deyil. Bu itirilmiş rəqabət qabiliyyətimiz və gələcəyimizdir. Ümid edirəm bu məlumatlar sizdə də mövzu ətrafında yeni suallar yaratdı. İzlədiyiniz üçün təşəkkürlər.